sinif yoldaşının zəngi onu erkən evlilikdən xilas etdi. Belə ki, 9-cu sinif şagirdi uşaq qaynar xəttinə müraciət edərək, sinif yoldaşının ailəsi tərəfindən zorla erkən nigaha məcbur edildiyini bildirib. Bunu Xəzər xəbər açıqlamasında uşaq qaynar xətt xidmətinin rəhbəri Kəmalə Aşımova bildirib. Onun sözlərinə görə müraciət demək olar ki, həllini tapıb. 9-cu sinif şagirdi həmin qız isə təhsilini normal qaydada davam etdirir. Biz dərhal uşaqdan məlumatları toplayaraq, sinif yoldaşı ilə əlaqəyə keçərək uşaqdan məlumatları əldə etmişik və ona psixoloji dəstək göstərmişik ki, təftişdə olmasın, bu hal həll olunandır və bu problem dərhal bizim tərəfimizdən araşdırılacaqdır. Qız sonra valideynləri ilə qaldı da, hə? Bəli, orada bütün bu reabilitasiya işləri aparılır ailə ilə və digər tərəfdən də yerli qurumlar tərəfindən ailə nəzarətdə saxlanılır. Uşağın düz 18 yaşına qədər. Kəmalə Aşımova bildirib ki, ilin əvvəlindən uşaq qaynar xəttinə 2000-dən çox müraciət daxil olub. Uşaqlar və valideynlər qarşılaşdıqları problemlərlə bağlı müxtəlif müraciətlər ediblər. Edilən müraciətlərdən biri isə qız uşağına anası tərəfindən edilən zorakılıqla bağlı olub. Ailədə 2 oğlan və 1 qız uşağı böyüyür və burada uşağın bildirdiyinə əsasən ana 2 oğluna normal şəkildə qayğı göstərir, amma bu qız olduğu üçün ona belə deyək də, hətta bizə səs yazıları da daxil olmuşdu. Boşanmış ailədir və müraciət edən ata idi, uşağın durumu ilə bağlı o narahat olmuşdu. O ananın uşağına qarşı nalayiq ifadələrin işlətməsi, onun o ailəyə lazım olmadığı, çox belə deyək də, uşağa layiq olmayan ümumiyyətcə alçaldıcı sözlər deyməsi, digər tərəfdən ona fiziki zorakılıq etməsi, uşağın bədənində, uşaq bizə şəkilləri də yönəltmişdir ki, orada uşağın bədənində fiziki zor tətbiq olunmasının təsdiqləri var idi. Və bununla bağlı biz artıq müvafiq polis idarəsinə və icra hakimiyyətinə məlumatı ötürmüşük ki, o mütləq araşdırılmalıdır və ana ilə bağlı artıq tədbirlər görülməlidir. Qızın neçə yaşı var idi? Qızın 14 yaşı var hal-hazırda. Qeyd edək ki, 116-111 uşaq qaynar xətti 24 saat fəaliyyət göstərir. Aytən Fehruz Üzeyr Ağayev, Xəzər xəbər.